Salam hər kəsə. Bugünkü videoda sizlərə e, internet brauzerlərdə tarixin silinməsi haqqında danışacağım. Necə internet brauzerinin tarixini silmək, orada yadda saxlanılmış username-ləri və ya passwordları silmək sizə göstərəcəm. Bunun üçün ilk növbədə Internet Explorer-dən başlamaq istəyərdim. Məndə Internet Explorer 11-ci versiyadır və mən Internet Explorer açıram. Gördüyünüz kimi Internet Explorer 11-ci versiyada biraz fərqlidir o birlərinə baxanda və yuxarıda servis düyməsi var, açar işarəsi var. Bunun üzərinə sıxıram və belə bir pəncərə açılır. Bu pəncərədə Switch browser seçirəm və bu açılmış pəncərədə option, yəni ümumi olan bölmə vardır. Burada ümumi bölmədə jurnal browser, yəni brauzerdə tarixi burada saxlanılır, bu jurnalda saxlanılır. Burada parametrləri və özünün UDIT düymələri vardır. Parametr seçdikdə avtomatik, məndə hal-hazırda avtomatikdədir, yəni o özü avtomatik olaraq yer dolduqca özü yaddaşı pozur, keşdi pozur və UDIT düyməsi var. Yəni özümüz əlimizlə edə bilərik. Yəni bunun üçün UDIT düyməsini sıxırıq və gördüyünüz kimi burada qarşılarına işarə, nələr pozmaq lazım olduqlarını qarşısına işarə qoyub həmin bölmələri silirik. Gördüyünüz kimi məndə həmçinin qarşısında işarələr vardır və UDIT düyməsini sıxıram və bütün bölmələr silinir. Bundan başqa UDIT jurnal browser preview-dir. Yəni mən brauzerdən çıxdığım vaxtda hər şey pozula bilər. Əgər mən bu qarşısına işarə eləsəm, mən hər zaman brauzerdən çıxanda mən həmin anda işlədiyim bütün məlumatlar silinəcəkdir və heç nə yadda saxlanılmayacaqdır. OK düyməsini sıxıram. İndi isə mən sizlərə Operada göstərəcəm. Deməli, brauzerin tarixin silinməsi. Bunun üçün Opera brauzerini açıram. Gördüyünüz kimi yuxarıda Opera bölməsini seçirəm. Və burada istoriya bölməsini seçirəm. İstoriya bölməsini seçəndə burada qarşımıza istifadə etdiyimiz istoriya, yəni tarix gəlir. Burada açıq istoriya patişeni, yəni istifadə edilən tarixin silinməsi soruşur. Bu düyməni seçirəm və mən burada müxtəlif cür, yəni axırıncı saat, axırıncı gün, keçən həftəni və ya keçmiş 4 həftəni və lap başdan silə bilərəm. Mən əsasən saxlanıcı parolları, yəni yadda saxlanılmış parolları və başqa yəni avtomatik özü doldurmaq üçün username-ləri də silmək istəyirəm. Və mən ən başdan seçirəm və açıq history patişeni bu düyməni sıxıram. Bu düyməni sıxdığında bütün brauzer tarixi silinir və yenidən yazmaq lazım gəlir. İndi isə mən sizlərə Google Chrome'da göstərəcəm brauzerin silməyin. Bunun üçün Google Chrome'u açıram. Google Chrome'da brauzeri tarixini silmək üçün mən burada gördüyünüz kimi nastroykasına daxil oluram. Burada istoriya bölməsini seçirəm. Və gördüyünüz kimi burada açıq istoriya bölməsi var. Bunu seçirəm. Burada gördüyüm hər şeyin qarşısına işarələnmişdir və Operada olduğu kimi Zavsiyo Vremeni seçib, yəni bütün tarixi seçib açıq eləmək olur. Yəni tarixi tarixi təmizləmək olur. İndi isə Mozilla'da Firefox brauzerində göstərmək istəyirəm sizlərə. Bu gördüyünüz kimi Mozilla Firefox brauzerini işə salıram. Burada yenə də menunu açıb, burada keçmiş bölməsi var. Məndə Mozilla Azərbaycan dilləri, yəni bu daha rahatdır. Yəni keçmiş bölməsini seçirəm. Gördüyünüz kimi burada son tarixçəni sil bölməsi var. Bunu seçib. Burada gördüyünüz kimi son 1 saat, 2 saat, son 4 saat, bugün və hər şey bölmələri var. Mən bunları seçib, təmizləni seçdikdə bütün məlumatlar silinəcəkdir. Bundan başqa Mozilla'da yəni parolu silmək üçün
yenə menyuya daxil olub. O biləndə parollar avtomatik olaraq silinir. Yəni orada tarixi silərkən də parollar hər şey silinir. Amma Mozilla parolu silmək üçün, yadda saxlanan parolu silmək üçün seçimlər bölməsinə daxil olub. Burada təhlükəsizlik bölməsinə daxil olub. Şifrələr bölməsi vardır. Gördüyünüz saxlanmış şifrələr bölməsini seçirik. Burada hal-hazırda saxlanmış bölmə şifrələr vardır və sil düyməsini sıxıram və bağlayıram. Gördüyünüz kimi məndə yadda saxlanılan şifrə pozuldu. Yəni Mozilla digərlərinə fərqli bundadır. Və beləliklə də Mozilla da həmişə qaydada tarixi silmək olur. Bugünkü videoda mən sizlərə internet brauzerlərin tarixlərin pozulması haqqında danışdım. Növbəti videoda görüşənə qədər.